Salam dəyərli izləyicilərim. Xoş gördük sizləri. Videomu bəyənib baxdığınız üçün çox təşəkkür edirəm. Bugünkü videoda mən yayın dadlı meyvəli piroqunu hazırlayacağam. Mən vişnə və ya gilənar necə deyirsinizsə meyvəsindən istifadə etmişəm. Meyvələri mən dondurucudan çıxarmışam. Yarım kilo meyvədir. Çərdəksizdir və üzərinə 150 qram şəkər əlavə edirəm. Gördüyünüz kimi məndə dondurucudan çıxardığım üçün çox duru haldadır və blender vasitəsilə tam xırda şəkilə gələnə qədər xırdalayıram və üzərinə isə 5 xörək qaşığı, dolu xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Əgər sizdə meyvələriniz ağacın başından yığmısınızsa, təzədirsə, onda üzərinə hardasa 50 ml su əlavə etməlisiniz. Məndə dondurucudan çıxardığım üçün özü sulu şəkildədir. Ona görə su əlavə etmədim. Sonra ocağın üzərinə qoyuram. Tam qatılaşana qədər bişiririm. Artıq burada hazırdır. Görürsünüz. Başqa bir qaba əlavə edirəm və qoyuram ki, tam soysun. Daha sonra keçirim xəmirin hazırlanmasına. 250 qram mən un götürmüşəm. Üzərinə 160 qram yumşaq şəkildə kərə yağı əlavə edirəm və unu umaç halına gələnə qədər yağla bərabər ovuram. Tam umaç halına gəldikdən sonra üzərinə yarım çay qaşığı qabartma tozu, 1 paket vanilin, 2 yumurta və üzərinə 150 qram da şəkər əlavə edirəm, yoğururam. Burada 2 yumurta azlıq elədi, ona görə də 1 yumurta da əlavə edib xəmiri bu şəkildə yoğururam. Xəmir orta yumşaqlıqda olmalıdır və xəmiri hazırladıktan sonra qoyuram bir kənara, başqa bir içliyi hazırlayıram. Burada 250 qram məndə kəsmik var. Üzərinə 150 qram şəkər əlavə edirəm. 4 xörək qaşığı, dolu xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm. 2 paket vanilin və 3 yumurta əlavə edib, bir də üzərinə şirniyyat üçün rənglərdən istifadə edirəm. Mən sarı rəngdən istifadə etdim ki, rəngi sarı rəngdə olsun və qoyuram ocağın üzərinə yenə qatılaşana qədər bişirirəm. Burada gördüyünüz kimi artıq qatılaşıb və yenə qoyuram başqa bir qaba, soymasını gözlərim. Hər iki içlik hazırdır. İndi isə keçirəm xəmiri yaymağa. Xəmiri yağlı kağızın üzərinə duru yağ sürtmüşəm əvvəlcədən və xəmiri bu şəkildə yayıram. Xəmir yumşaq olduğuna görə çox yaxşı yayılır. Bu şəkildə gördüyünüz kimi qalınlığı bu qədər olmalıdır və səliqəli yumru formasında olsun deyə mən belə bir şeydən istifadə etdim. Bu şəkildə kəsirəm. Kəsdikdən sonra kənarlarını götürmədən bu şəkildə üzərinə yapışdırıram. Bu şəkildə edirəm. Səliqəli bir formada çalışıram ki, səliqəli alınsın. Burada gördüyünüz kimi tam hazırdır və qoyuram soba qabına 180 dərəcədə hardasa 10-15 dəqiqə bişirirəm. Burada artıq 10-15 dəqiqə bişirmişəm. Üzərinə isə içliyi əlavə edirəm. Əvvəlcə vişnə içliyini əlavə edirəm, hansı ki bişirdiyim artıq soyuyubdur. Üzərinə tam səliqəli şəkildə yayıram hər tərəfə və daha sonra üzərinə isə kəsmiyi əlavə edirəm. Bişirdiyim o da soyubdur və çay qaşığı vasitəsilə çalışıram ki, roza formasında düzəldim. Amma sizlər, mən tələsik olduğu üçün bu şəkildə tez elədim. Çünki qonağım gəlmişdir. Hər kəs istədiyi zövqünə uyğun olaraq istədiyi kimi bəzəklər qoya bilər. Yəni, tort bəzəklərindən də istifadə etmək olar. Yenə 10-15 dəqiqə qoyuram soba qabına, bişiririm. Artıq hazırdır. Gördüyünüz kimi piroq çox dadlı olur. Hər iki içlik çox gözəl dadır. Peçenyəsi isə kənarları çox gözəl xırt-xırtlı olur. Resept çox gözəl reseptdir. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm.